Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası haqqında metodist. Bugünkü mövzumuz halsızlıq və daimi davam edən rituallar olacaq. Bu nə deməkdir? Ümumən, insan həyatı boyunca hər zaman yeniliklər axtarmağa və inkişaf etməyə məcburdur. Çünki yaşam fəlsəfəsi elə bir formada inkişaf edir ki, İnsan yeniliklər kəşf etməsə və daimi olaraq müsbətə doğru hər hansı bir qərarlar qəbul etməsə, onun üçün yaşamağın da bir mənası qalmaz. Məsələn, günümüzdə ən qlobal problemlərdən biri də ondan ibarətdir ki, insanlar daima eyni ritual əsasında həyat fəlsəfələrinə çıxış edirlər. Məsələn, səhər eyni saatda işə gedirlər və eyni saatda işdən gəlirlər və bu müddətdən sonra da ancaq dincəlmə, yorğunluq çıxması və salam. Yatdı, yenə səhər ayıldı. Yenə ən azından yaşlı təbəqə deyək, məsələn, 60 və ya hətta biraz da orta statistikadan götürsək, 55-dən yuxarı olan yaş olsa, yenə düşünərsən ki, bəlkə müəyyən istiqamətdə öz gücünü toplaya bilmir və artıq yenilikləri çox da düşünmür. Amma bu 30-35, ən azından bir 40 yaşlı insanların bu kimi halda olması heç də doğru deyil. Yanlış bir həyat fəlsəfəsidir. Çünki sən ən azından bu yaşda yaşlı təbəqə siyahısına daxil olmursan ki, artıq həyatdan küskün formada eyni ritual əsasında həyat yaşam fəlsəfəni davam etdirirsən. Məsələn, müsbətə doğru onu qeyd edə bilərik ki, dil öyrənə bilər. Özü üçün əlavə. Bəlkə nəsibi qisməti olar, hər hansı bir xarici ölkəyə həyatını qura bilər. Yəni, bilmək olmaz. Təbii ki, maddi imkanları ortada olan insanlardan söhbət gedir. Təbii ki, maddi imkanı zəif olan insanlar adətən öz gücünü, öz həyat məqsədini qurmaqda çox çətinlik çəkəcəklər. Çünki maddi vəsait ümumən günümüzdə hər şey üçün lazımdır və demək olar ki, 99% hər şey pul üstündə qurulubdur. Və ona görə hər zaman insan müəyyən həyat fəlsəfəsini inkişaf etdirməkdən üçün mütləq şəkildə müsbətə doğru qarşısında bir məqsəd olmalıdır. Məsələn, sabah oyanacaq, nə edəcək? Robot kimi kimsə sənə demir ki, planlı şəkildə sən robot olmalısan və məqsədini eyni istiqamətdə qurmasan. Xeyr, sadəcə gününü müsbətə doğru çalış, dəyərləndir. Ən azından bu sənin hər hansı bir inkişafa doğru aparacaq. Müsbətə doğru irəliləməkdə sənə köməklik edəcək. Hər hansı sənə zərəri, ziyanı olmayacaq. Və davam edən eyni rituallar əgər loru dillə səslənən köhnə hamam, köhnə taz məsələsi kimi yoxsa həyatın fəlsəfəni davam edəcək. Ona görə hər zaman insan yaşından asılı olmayaraq məqsədli olmalı və özünü inkişaf etdirməlidir. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yazıb soruşa bilərsiniz və hər hansı bir fikirləriniz olduğu təqdirdə qeyd edə bilərsiniz.